Bakıda faciə baş verib, fəhlə çalışdığı binadan yıxılaraq ölüb. Bədbəxt hadisə ötən gün paytaxtın Yasamal rayonu Məhəmməd Xiyabani ünvanında yerləşən Jasmin Park yaşayış kompleksində baş verib. Yaşayış kompleksinin mətbuat xidmətinin məlumatına görə hadisə şirkətdə iş saatı başlamazdan əvvəl baş verib. Şirkətdən o da bildirilib ki, yıxılaraq ölən fəhlə fasad işlərində deyil, bina daxili işlərdə çalışan əməkdaşlardan olub. Ona görə də onun hansı şəraitdə yıxılaraq ölməsi araşdırmalardan sonra bəlli olacaq. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən də məlumat verilib. Bildirilib ki, dünən saat 8 radələrində Yasamal rayonunun Xiyabani küçəsindən hündürlükdən yıxılma səbəbi ilə təcili çağırış qeydə alınıb. Çağırış ünvanına gələn Təcili Tibbi Yardım Briqadası tərəfindən bir nəfərin həkimə qədər ölüm faktı qeydə alınıb. Hadisə ilə bağlı araşdırma aparılır. Onu da bildirək ki, Jasmin Park Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsusdur.